Salam əziz şagirdlər. 6-cı sinif ingilis dili dərsindən səhifə 77-nin izahı. Around the world, dünya ətrafında. Physical education. The Olympic Games, Olimpiya oyunları. A short history, qısa tarix. Origins, mənşə. The Olympic Games started in Olympia, Greece about 3000 years ago. Olimpiya oyunları təxminən 3000 il əvvəl Yunanistanda Olimpiyada başladı. There were games every 4 years in the summer until the Roman Emperor Theodosius stopped them in the 1st century CE. Roma İmperatoru Herodos'un eramızın 4-cü əsrində onları dayandırana qədər yayda hər 4 ildən bir Olimpiya oyunları keçirilirdi. The Olympic athletes were great heroes to the Greek people. Olimpik idmançıları Yunan xalqının böyük qəhrəmanlarıdır. Modern Games, müasir oyunlar. The first modern Olympic Games were in Athens in 18 and 1960, but women couldn't participate until Paris 19th. İlk müasir Olimpiya oyunları 1896-cı ildə Afinada keçirilsə də, qadınlar 1900-cü ilə qədər Parisdə iştirak edə bilmirdi. The Summer and the Winter Olympic Games every 4 years. Hər 4 ildən bir yay və qış Olimpiya oyunları keçirilir. The first Paralympic Games were in Rome, Italy in 1960. İlk Paralimpiya oyunları 1960-cı ildə İtaliyanın Roma şəhərində keçirilmişdir. Olympic athletes work a lot and motivate other people. Olimpiya idmançıları çox çalışır və başqalarını da motivasiya edirdi. Some sports events in ancient Greece, qədim Yunanistanda bəzi idman hadisələri, discs and javelin, disklər və nizə atma. Similar to sporting events with the same name in modern times. Müasir dövrdə yeni adla idman tədbirlərinə bənzəyir, idman oyunlarına bənzəyir. Long jump, uzuna tullanma. Athletes had weights called halters when they jumped. Deməli, idmançılar tullananda halter adlanan ağırlıqlara sahib idilər. Equestrial sports, atçılıq idman növləri, horse races and chariot races. Deməli, araba yarışları və at yarışları və araba yarışları. Fun facts, əyləncəli faktlar. Winners didn't get medals. Qaliblər medal almırdılar. The prize was a crown of leaves. Mükafat deməli yarpaqlardan hazırlanırdı. People didn't take note of times or distance result. İnsanlar vaxtlara və məsafə nəticələrinə fikir vermirdilər. Athletes didn't wear clothes during competitions. Deməli, idmançılar yarışlar zamanı paltarlar geyinmirdilər. Tapşırıq 1 ilə tanış olaq. Look at the fact. Match imagine AD with the phrases in blue. Deməli, biz səhifə 77-yə yenidən qayıdırıq və burada boş yerlər verilmiş hissəyə həmin bu mətndən mavi hərflərlə yazılmış deməli, sözləri yerləşdirəcəyik. Birinci A bəndində Paralympic Games, Paralimpiya oyunları. İkincidə Olimpiya Greece, Olimpiya Yunanistan. C'də discus and javelin, disk atma və nizə atma. D'də də a crown of leaves, yarpaqlardan tac. Bu sözləri buraya yerləşdirəcəyik. Tapşırıq 2-yə keçək.
6-5'ə qulaq asmaq lazımdır. Read the fact file and listen. Write the sentences that are true for you. Deməli, biz faktları yenidən oxuyub qulaq asacağıq və biz bizə görə hansı düzgündürsə, onların qarşısında true yazacağıq. Birinci, the images helped me understand the text. Təsəvvür etdiyim mənə mətni başa düşməkdə kömək etdi. There is some information I know before reading. Deməli, mən oxumamışdan qabaq bəzi informasiyalar, məlumatım var idi. Üçüncü, I learned something new. Mən yeni nəsə öyrəndim. There was something funny. Orada əyləncəli nəsə var idi. I was surprised by something. Mən bəzilərinə təəccübləndim. Words in context, kontekstdə söz. Biz burada 1-dən 4-ə qədər olanları ABCD ilə uyğunlaşdıracağıq. Başlayaq birinci cümlədən. The athletics trained from the beginning to the end of the night. Deməli, idmançılar gecə başlanğıcdan ta gecəyə qədər, yəni müddət ərzində onlar məşq edirdilər. Bu olacaq during C. In the ancient Olympic people used a vessel with two horses. Deməli, qədim olimpiyalarda insanlar 2 atdan ibarət olan nəqliyyatdan istifadə edirlər. Bu chariot. Women couldn't compete the games at first. D ilə birləşəcək. Participate in a race and the competition. Yarışlarda iştirak etmirdilər. The winners get a valuable thing. Demək, qaliblər dəyərli nəsə əldə edirdilər. Bu da prize, mükafatla uyğunlaşacaq. Deməli, 1-də C, 2-də B, 3-də D, 4-də isə A. Complete the diagram with the phrases below. Göstərilən sözləri bu diaqramda yerləşdirəcəyik. Crown of leaves, yarpaqlardan tac. Discus throwing, müzakirələr. Female athletics, qadın idmançılar. Medal for winners, qaliblər üçün medal. Summer games, yay olimpiya oyunları yerləşdirək. Deməli, Crown of Leaves Ancient Olympic Games'də var. Female Athletics Modern Olympic Games'də. Sonra Medals of Winners olacaq Modern of Olympic Games'də. Discus throw, bu da ortada, yəni Venn diaqramın mərkəzində yerləşəcək. 5-ci tapşırıq. Match images 1-5 with actions A-E. What sport from the fact file do the images show? Biz 1-dən 5-ə qədər olanı A-E ilə uyğunlaşdıracağıq və hansı idman növünü göstərir, onu bildirəcəyik. Birincidə A bəndindən başlayaq. Jump with arms up. Tullanma, qolları yuxarı qaldırma. Deməli, A uyğun gəlir 3-lə. 3-ə A yazacaq. B. Finish jump. Throw halters down. Tullanma bitir, halqaları tullayırlar. Bu da birləşəcək 5-lə. Sonra C. Prepare for jump. Moves arms. Deməli, tullanmağa hazır olur. Qollar hərəkət etdirilir. Birinci, təbii ki də burada birləşəcək ikinci ilə. In the air. Move arms to the front. Havada qolları önə doğru hərəkət etdirmək. D birləşəcək 4-lə. Start hold halters down. Başlayın, halteri aşağıda saxlayın 1-lə birləşəcək. Deməli, 1-də E, 2C, 3A, 4D, 5B ilə birləşəcəkdir. Səhifə 79, writing yazım. Everyday heroes, gündəlik qəhrəmanlar. 23 participants, 23 iştirakçı. About, haqqında. Discussion, müzakirə. Members, üzvlər. Events, hadisələr. Photos, şəkillər. Matt Smith, a day ago, bir gün əvvəl. My soccer manager is a hero to me. Mənim idman menecerim mənim üçün qəhrəmandır.
I can tell a lot of stories about her. Mən onun haqqında çox hekayələr danışa bilərəm. But what she did at our match last weekend was very special. Lakin keçən həftə sonu bizim yarışda onun etdiyi qeyri-adi idi, xüsusi idi. We were winning the game 1-0. Biz 1-0 qalib gəldik. The other team wasn't playing badly, but we were playing really well. Digər komanda pis oynamırdı, lakin biz həqiqətən də yaxşı oynayırdıq. At the end of the match, oyunun sonunda we won 3-0. Biz 3-0 utduq. And I could see that one of the players was really sad. Və mən görə bildim ki, onların oyuncularından biri olduqca qəmgin idi. We were celebrating our victory, but Laura, our manager, walked towards that player. Biz deməli qələbiyyətimizi qeyd edərkən qeyd edirdik, lakin Laura, menecerimiz həmin oyuncuya sarı getdi. She said to him, ona dedi, don't be sad, qəmgin olma. You played very well. Sən çox yaxşı oynardın. There is always the next match. Gələn dəfə sənin vaxtın olacaq. He looked at her. Ona baxdı və gülümsədi. And smiled. Isn't she a hero? O qəhrəman deyilmi? Hashtag everyday heroes. Birinci tapşırıq. Look at the post. Choose the correct answer. Həmin posta baxıb biz düzgün variantı seçəcəyik. Birinci baxaq. Who wrote the post? Kim yazdı mətni? Laura, Matt Smith. Laura yoxsa Matt Smith? Əlbəttə ki, Matt Smith. İkinci. Where can we read the post? Biz harada oxuduq bu postu? On a social media group. Sosial media qrupda yoxsa on the author's blog. Müəllifin blogundan. Əlbəttə ki, müəllifin blogudur. Üçüncü. How can we respond to the post? There is more than one possible answer. Deməli, burada birdən artıq mümkün cavab uyğundur. Recording an audio, sharing the post, writing a comment. Birinci tapşırıq. Read the post and listen match 1 to 5 with AE. The first sentences introduce the person the author is writing about. İkinci, the second sentences, ikinci cümle A, introduces a specific event. We were winning the match 1-0. Yine birləşdirəcək. Gives details about a specific events. 4'te, the questions isn't she a hero. Bu sonda verir ki, o həqiqətən qəhrəmandırmı? Bunu birləşdirəcək deyinən. What's the reader to respond to the post? 5'te the hashtag everyday heroes. Deməli, hashtag buraxır. Bunda helps reader to find as the post about everyday heroes ilə birləşdirəcək. Write a social media post about a personal hero in our notebook. Biz deməliyik, hər hansı bir Geba 1'də qeyd edilir. Choose a person to write about. Bir şəxs seçəcək ki, onun haqqında yazaq. İkinci, find information about the person. Onun haqqında məlumat tapırıq. Üçüncü, find or draw an image of the person to illustrate for post. Həmin o insanı öz deməli əsərimizdə təsəvvür etdirəcək qədər haqqında məlumat yazırıq. 4'te, write the first version of your post. Use vocabulary from the unit. Deməli, unitdən istifadə edərək, bu bölmədən istifadə edərək sözlərdən, oradakı göstərilən sözləri yazacaq dəftərimizə, onlardan cümlə quracaq. 4. Exchange your post with a partner and check their work. Use the checklist below. Details about the person. Person haqqında, şəxs haqqında detallar, məlumatlar. Clear sequence of details. Təmiz fikirlərimizi bildirəcək. Verbs in the past continuous və keçmiş davam edici zamanda olan feillərdən istifadə edərək yazacaq. Bilirik ki, keçmiş davam edici zaman to be feilinin keçmiş zaman forması was və əsas feilin sonuna ing şəkilcisi artırmaqla düzəlir.